keçən çox yorğun gecəni bax arkada gördüyünüz dəyirmanda keçirmişik. Əslində hətta yolumuz biraz çətin oldu. Birinci ünvanı səhv qeyd elədi, ev sahibi bizə gec cavab verdi və s. və s. Axır ki gəldik, tapdıq. Elə ev sahibi bizim üçün hər şey hazır qoyubmuş. Heç ondan əlaqə ehtiyacı çox da yox imiş. Amma yenə də adam stres eləyir çatmayanda. Evimizin qapısı çox alçaqdandır. Gərək adam başından diqqətli olsun. 50 dəfə ucu başı görəydi. Böyük səyahətə çıxmaq həm də böyük bir planlama gərəkdirir. Mütləq ki, yola çıxmamışdan öncə otururuq. Bu bəzən kafe-shoplarda ola bilir, amma ev rahatlısı elə evin özündə də otururuq. Planlamalar eləyirik ki, nələr eləyəcəyik bugün, yolumuz nə qədərdir, xərclərimiz nəyə çıxa bilər, haralarda dayanmalıyıq, neçə saatımız var, növbəti qalacağımız yer haradır, kontent lazımdırmı bizə orada. Bu arada bura bizim dəyirmanımızın üst mərtəbəsidir, hansı ki yataq otağının olduğu yer elə bura sayılırdı. Ümumiyyətlə bu kəndin fərqli nələri var? Çox vaxt ev sahibləri bunun barədə hansısa məlumatlar yerləşdirirlər. Onlara bir baxırıq, görək ki, onlardan nələrsə çıxara bilirikmi? İnsanların forumlarda yazdığı rəylər, süni intellekt, ora, bura hər yerə axtarırıq. Bir-birimizlə müzakirə edirik. Nələr maraqlı ola bilər, nələr maraqlı olmaya bilər bizə. Notlarımızı, qeydlərimizi götürürük. Ümumiyyətlə bura haqqında nə düşünürük, nələri bölüşəcəyik, nələri bölüşməli deyilik. Bütün bunları ətraflı danışırıq. Bəzən işlərimizlə bağlı nələrsə yoluna qoymalıyıq. Çünki yolda olduğumuz müddətcə bəzən olur ki, işin bizə ehtiyacı olur və ora üçün qısa bir vaxt ayırmaqla nədənsə qabağa düşə bilirik. Ümumiyyətlə səyahət həm plan, həm də plansızlığın bir qarışığıdır. Çünki çox yaxşı bir plan qurmalıyıq, amma həmçinin o planı bizi limitləməyinə də icazə verməməliyik. Həmin o iki qarışıqlığın arasında bir sərhəd tapmağa çalışırıq ki, həm çox planlı olaq, heç nəydən geri qalmayaq, hər istədiyimiz şeyə vaxtımız çatsın. Çünki məlum məsələdir ki, biz limitli müddətdə səyahətə çıxırıq hələ ki. Amma bunun bəlkə daha limitsiz olduğu dövrlərdə bu biraz fərqli olacaq. Amma həm də bizə həmin o plansızlığın da gətirdiyi sürprizlərə də buraxmaq istəyirik. Ona görə mütləq zaman boşluqları buraxırıq ki, maraqlı bir yer gördük, mütləq ora deyək, maraqlı bir kafe gördük və ya insanlarla söhbət eləməyə və s. hamısına vaxt çatdıra bilək deyə. Bu dəyirmanı 2016-cı ildə tapıblar. Belə öz evləri də burdədir. 2016-cı ildə dağılmış halda tapıblar və oranı remont eləməyə, restavrasiya eləməyə başlayıblar. Damı tamamilə uçmuş vəziyyətdə olub. Daha sonra isə hamısını təzədən düzəldərək belə bir hala gətiriblər. Və tamamilə turistik nəzərdə tutulub. İçərisi bir otaqlı balaca bir, iki otaqlı da demək olar, studio bir evdir. Bir turist üçün nə lazımsa hər şey nəzərdə tutulub. Arxasında bir süni göl yaradıblar. Yaza doğru onu daha çox doldururlar. Belə biraz ambiyans yaratmaq üçün. Ətrafda çox balaca bir farm var. Balaca eşşəklərin olduğu bir it var. Buralarda çox gözəl, sevdiyim, çox istəyən bir yerdir. Biz səhər təxminən 6-dan 7-dən oyandıq. Günün çıxmağını görmək çox gözəl idi. Çox fərqli ambiyans idi. Həmin o dediyim öz evləri elə bir həyətdədir. Baxın, içərdən girirsiniz. Bu bizim maşınımızdır. Bu qaldığımız yer və bu isə həmin ailənin öz evləridir. İçərilərində barbeküları var və s. İndi çox onların ərazilərinə girməyim.
avtomatik ot kəsənləri var idi. Bayaqdan yerdəki ot kəsilirdi. Yəni belə bir yerdə saatın neçə olmağının, ayın neçəsi olmağının o qədər fərqi yoxdur ki. O qədər maraqlı deyil ki, Instagrama atılan hansısa storylər, işdə çıxan hansısa problemlər heç maraqlı olmur burada. Burada nərgizlər artıq çıxır. Biraz daha yaxından baxaq. Bugün 6 saat maşın süreceğim. 6 saat. Ben Bakı'da 6 Sen niye altını böyle gösterdi? Böyle de altı. Ben ne yaptığımı bilmiyorum ama Gülzami. Oğlan. Böyle oğlan değil. Ben bir daha story bir çek paylaşım koymuyorum. Böyle oğlan. Böyle oğlan. Artıq hazırlaşdıq. Bütün günün planını qurduq ki, nə yeyəcəyik bugün. Burnumun qızartısı soyuqdandı biraz. Amma hava möhtəşəm. Yəni 1 mart havası əsl belə olmalıdır. Arxada bəziləri artıq təzə dostlarım yatırlar. Evimizdən sağollaşırıq. Əli yenə işləyir. Çox ciddi bir iş görür hal-hazırda orada. Maşınımıza minib gedirik. Getməliyik birinci maşınımızı zərətkaya qoyaq. Görək onda harda eləyəcəyik. Ay, naməlumluqlarla dolu bir yoldayıq hal-hazırda. Və bu kənddən gedirik. Yenə yollardayıq. Səyahətin hər şeyi həmişə çox da yaxşı olmur. Chargingə, maşını, yəni toka taxmağa, zərətkaya taxmağa hardasa bir 2 saat itirdik. Olar 2 saat. Yəni onun 1 saat yarımı onu necə eləyək məsələsi idi ümumiyyətlə. Bilmədiyiniz maşını, bilmədiyiniz texnologiyanı, xüsusilə əgər bu çox elektrondusa Və dilini çox da yaxşı bilmədiyiniz yerdə. Çünki hər şeyi tətbiqə keçirdilər və bu bəzən turist dostu olmur da. Çünki bu tətbiq hazırlayanlara da qınamaq olmur. Bura gəlmiş bir Azərbaycanlı nəzərə almalı deyirlər. Bizim kartlarımız ola bilər beynəlxalqda və sairdə ödəmə və sair keçir. Charge da belədir. Tətbiq istəyirlər. Tətbiq də biz telefonumuz Azərbaycan regionudur deyə. Regionu dəyişə bilmədi App Store-u. Dedilər ki, yox, uyğun deyil, kart qəbul olunmadı və s. Biraz sürətli gedir burada. Yəni əlavə bir kartımızdan 50 evro tutuldu və charge olunmadı. Düzdür, supporta yazdıq. Məlumat verəcəm indi bu vlogda ki, o pul geri qaytarıldı yoxsa yox. 49 avromuz elə bil ki, ilk sınamada tutuldu. İkinci sınamada isə 28 avro. O da necə oldu? Birinci kartımızdan yenə 49 evro tutdu. Bir charge başlayanda tuturuq kartımızı, bir bitirəndə tutduq. Amma başlayanda necə? Bu arada fransızlarla bağlı kobud və s. deyirdilər. 2 dəfə olub da kimdənsə ki, dünəndən eləsə bağlı köməyi soruşmuşdum insana da, indi yadıma gəlmir. Bugün yəni sadəcə park edən bir oğlan idi və yaxınlaşıb soruşduq. O qədər ürəklə bizə kömək elədi ki, hətta öz kartı ilə də sınadı, nə bilim nə və s. və s. Yəni çox rahat. Birinci onda da belə biraz çaşqınlıq olmuşdu ki, niyə olmur? Dedi, hər həftə elədiyim yerdir də. Qısası birinci bizdən 50 evronu tutur, 49 evronu, daha sonra kartı bir də göstərir və nə qədər zərətka yığıbsa onun pulu çıxır. 80% benzindən daha ucuzdur elektron maşın. Artısı 3 dəfə daha
110 avro arası tutulacaqdı. Amma bu əməliyyat məsələləri və zaman biraz sıxıntılıdır. Bir də bu istifadə etdiyim hal-hazırda Volvo CX yoxsa XS bilmirəm dəqiq 30 avtomobili isə çox sürətli şarj yığırdı. Orada 2 saat yarım göstərirdi hətta ki dolma vaxtı. Onu tez bitirdik biz. 2 saat yarım çəkmədi, yarım saat çəkdi. İndi gedirik Etretata. Etretat yenə Fransanın Normandiya hissəsində belə balaca şirin bir komündür. Bələdiyyə kimi nəzərə ala bilərik. Orada 2-3 də belə görməli yer var. Gedib oranı görüb, daha sonra biz hardasa 6 saat məsafədə, daha uzaqda bir yerə getməliyik. O screenshotu qoyacağam burada qırağa ki, bizim bugün xəritədə pin elədiyimiz yerlər. Yəni xeyli bir yol var. Yenə bir yorucu yol bizi gözləyir. Əslində maşınla tam həmin yerə qədər getdik. Möhtəşəm görüntünü də gördük, amma sən demə maşın park eləmək olmazmış. Və düşdük aşağı. İndi piyada qalxmalıyıq həmin yerə. Səhər 7-dən ayağıq, ac-susuz, amma qəşəngdir. Buranın görüntüsü. Burada gördüğünüz bu su hövzəsi İngiliz kanalıdır. Hansı ki yolun o biri tərəfi isə artıq Böyük Britaniyada. Bu da həmin o klif. Külək enerjisinin istifadəsi. Bu üzbəyüzümüzdəki klif var Etretatda. Bu dünyanın ən gözəl təbii formada yaranmış, milyonlarla el çəkmiş dağ və qaya sütun növlərindən, qaya növlərindən biridir. Buranın mənzərəsi, onun o formada əmələ gəlməsi çox unikaldır. Ona görə çox dəyərlidir. Və təsəvvür də həm də eləmək lazımdır ki, Vikinglər bura gələndə, onlar bunu görəndə hansı duyğuları keçirdiblər. Adam o xəyalı canlandıranda çox maraqlı gəlib və bu sahillərə gəliblər ilk dəfə gələndə Etretatın bu hissələrinə. Yolun o tərəfi isə Great Britain. Bəli. Vətən. O gördüyün iynə elə çək istəyirsən. Lapid adlanır, iynədir tərcüməsi. Bu bənzərsiz belə deyək, qəsəbə deyirlər. Buranın plajının gözəlliyidir. Etretatın Monet ilə yenə çox ciddi bir bağlantısı var. Monet həyatının ciddi bir hissəsini məhz bu sahil qəsəbəsində keçirib və bir də uşaq kitabıdır, amma böyüklər üçün də maraqlıdır. Netflixdə serialı da var idi, biraz daha fərqli, yenə fransız idi. Lupin əsəri də burada yazılıb, bu kənddə yazılıb.